Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Bugün saat 4-də oyanmışam və oyananda belə bir mənzərə ilə qarşılaşdım. Əslində yağışın yağmasını çox xoşlayıram, amma ki şimşək çaxanda, göy gurulayanda, yəni uşaqlıqdan bu məndə var, nəsə biraz qorxuram. Dedim ki sizə biraz yağışı çəkim, sonra isə sübh namazını qıldım. Sübh namazından sonra isə yatmadım. Sübh namazı da getdikcə artıq 4-ün də qalmışı da keçir, artıq getdikcə biraz daha əvvələ gedir. Ona görə də səhər oyanmaq üçün, sveji durmaq üçün hardasa saat 10-da, 11-in yarısı artıq yuxuda olmuş oluram. Səhər oyananda isə bir ədəd cappuccino içdim. Gecə yatanda şeytan daha çox belə azdırmağa meyilli olur. Fikir verirəm ki, oyanmaq istəmirəm səhərlər, amma axşamlar tez yatanda istər-istəməz artıq yuxudan doyursan deyə yatmışam. İşlərimi gördüm, evləri falan səlqəyə saldım, sonra biraz yatdım. Daha sonra oyananda Hüseynin yeməyini yedizdirdim, özüm yemək yedim. Daha sonra isə kənddən süt almışdıq, süt çox idi, çoxlu qatıq çalmışdım. Onun bir bankasını götürdüm, dedim Hüseyin də qatıq yemiş olsun. Əslində bunu süzmə şəklində eləyənini də içərisinə süzmə eləyib, elə bir meyvə qatanda da dadlı olur. Amma bu formada da pis deyil. Qatığın içərisinə biraz şəkər tozu əlavə elədim, biraz biraz da çiyə toxumu əlavə elədim. Belə kokteyl kimi Hüseyin xoşladı. Dedim ki, yəni qatığı bu vəziyyətdə də olsa içmiş olsun ona görə. Gəlmir yana. Gəlmir. Dibinə batırmısan, biraz göydə tutsu bu. Təbii ki, bir stəkan da özümə, nədənsə yoldaşım sevmir, ona görə ona saxlamadım. Belə bir sabun var idi, belə bir şampun da vardı. Dedilər ki, problemli saçlar üçündür. Nədənsə son zamanlarda mənim saçlarım belə qurumuşdu, pis idi. Bu saçlarımı daha da pis elədi. Nədənsə xoşlamadım, yəni boşuna almış oldum. Artıq evlər təmizdir, yemək yemişik. Dedim biraz da yağı da əridim. Daha sonra biz marketə gedəcəyik, yağ da aradan çıxsın. Yağı da əritdim, süzdüm. Bu yağ əriyənə qədər hər biriniz bir videoya hərəniz bir like qoysanız və dəyərli rəylərinizi mənimlə bölüşsəniz çox sevinərəm. Həqiqətən də bu mənim üçün çox vacibdir. Əslində videoda göstərmişdim bir dəfə, qaymaqdan yağı özüm də düzəldirəm, amma bu dəfə almışdıq yağı və yağı ərdəndən sonra da getdik birlikdə. Evdə çatmayan şeylər çox idi. Birlikdə gedək marketə, nə lazımdırsa alaq gələk. Bu gün də elə yaxşı hava var ki, çox xoşum gəlir ki, belə ayaqla gedəsən marketə, nə istəsən alasan, amma hava yaxşı olsun. Nədənsə soyuq havanı mən çox xoşlamıram. Düzdür, hər nə hava olsa da xoşdur, Allah bilən məsləhətdir, amma ki hava soyuq olanda mənim qırışığım açılmır. Evdə də beləyəm. Ev soyuq oldusa nədənsə iş görə bilmirəm. Əlim ayağım açılmır ki, durum nəsə bir iş görüm. Xoşuma gəlir ki, belə hava isti olsun. Bu maqa bitmişdi. Belə gördüm ki, əslində 44-60-adır, amma 15 manat 60 qəpiyə düşüb Araz market və həmən dəqiqə götürdüm. Çünki bu bilirəm ki, hardasa bizdə gedir. 3 ay, 4 ay bu gedir. Yəni 15 manat olmağına çox yaxşı oldu. Əslində uzun zamandır evə kalbasa sasika çalışırıq ki, almayaq, amma ki yenə də aldıq. Çünki istər-istəməz həm yeməklər bişiririk, kalbasa sasika lazım olur. İstər-istəməz həm də uşaq da istəyir. Yox deyə bilmirik. Ona görə çalışırıq ki, üstündə halal yazılanlar olanları alaq. Əslində heç halallığı da bir yana qoyaq. Zərərlidir deyə almaq lazım deyil, amma ki aldım. Uzun sözün qısası elə bir ki, nəfsimizi saxlaya bilməyib yenidən aldıq. Bu aralar baxıram ki, un çox gedir və ilk dəfədir ki, bu boyda un götürdüm. Qərar verdim ki, unu böyük alım ki, 2 dəqiqədən bir gedib marketdən balaca un almaqdansa, indi bilmirəm bu unun necədir, amma bu fasonda götürdüm. Deyim ki, uzun müddətdə evdə şokolad filan da almırdıq. Çünki alanda Hüseyin çox yeyir. Almışdım daha doğrusu, ancaq qonaq falan gələndə qoyuram. Ya da arada bir ürəyimi istəyəndə götürürəm. Çünki şokolad Hüseyin stolun üstündə olanda çox yeyir, zərərlidir. Ona görə də onun yerinə keçmişəm hansı ki evə quru meyvələr alıram ki, konfet yerinə quru meyvələr istifadə edir. Çünki həm birdən-birə Hüseyin gözünün önündə olanda fikir vermişəm, bir günə 10 dənə də yediyi olub. Həm zərərlidir, içərisində ona bizə fayda olacaq bir şey yoxdur. Onun yerinə kişmişdir, quru qayısıdır, nəsə quru meyvələrdən alıram ki, ondan götürək çayla içək. Onu da tərslidən Hüseyin bəyənmir, yemir. Amma ona baxmayaraq tərgizmişdik. Bu dəfə amma yenə də aldım. Çünki bir adam gələndə istər-istəməz qonağa deyə bilmirsən ki, biz konfet yemirik. Düzdür, əslində qonaq bizə uyğunlaşmalıdır. Biz qonağa uyğunlaşmalı deyilik. Sadəcə elə bir zamanədə yaşayırıq ki, adam utanır deməyə ki, bizim evdə konfet yoxdur. Yenə də deyirəm, utanmamalıyıq əslində. Çünki düzgün olan budursa niyə utanmalıyıq? Amma bizim artıq fitrətimizdə var da o. İstəyirik ki, qonaq gələndə yaxşı qarşılayaq, qarşısına qoyaq. Ona görə də qonaq üçün bir neçə növ konfet götürdüm. Qonaq deməyin baxmayın, elə görən kimi özümüz də götürüb çayla içirik. Amma ona baxmayaraq yenə də quru meyvə falan da götürdüm ki, özümüz çayla içəndə o meyvələrdən istifadə eləyək. Evə alış-veriş olunan günü milli soyuducu təmizləmə günüdür. Yəqin ki, sizdə də belədir. Hansı ki, evə nə vaxt alış-veriş eləsən, birinci dəfə adamın ürəyinə sinmir. İstəyirsən ki, belə soyuducunu ətraflı səlqəyə salasan, içərisindəkiləri hər şeyi ayırd eləyəsən, baxasan, ondan sonra təzə aldığın şeyləri ora yerləşdirəsən. Belə bir xasiyyət var. Ümumiyyətcə əynimə nə rahat
rahat paltar varsa onu geyinənəm. Hətta yaxınlarım da bundan deyir ki, bir paltarı neçə dəfə geyinirsən? Belə bir şeylər də çox eşidirəm. Çünki əslində qarderobda nə qədər istəsəniz paltar var. Gəl ki, mən əynimə hansı rahatdırsa, içərisində özümü hansı ilə rahat hiss eləyirəmsə, onunla geyinirəm. İndi fikir verirəm, son zamanlar özümə fikir verirəm, deyirəm ki, nəyə görə video çəkə bilmirəm və səbəbini tapmışam. Səbəbini tapmışam ki, mən uzunqol geyinməyə, belə rahat paltar, hansı ki mən uzunqol geyinməliyəm video çəkəndə və əynimə rahat paltar lazımdır ki, mən həm iş görüm, həm qolu uzun olsun, həm də rahat iş görə bilim onun içərisində. Və bu paltarı indi dedim ki, bu rahatdır. Bu paltarı götürdüm, geyindim, amma keşke geyinməzdim. Video çəkəndə keşke yarısından baxardım ki, yaraşmırmış. Mən düşünürəm ki, bu videodan sonra bu koftanı bir də geyinməyəcəm. Çünki heç sevmədim burada özümü. Amma nə etmək olar, videonu silmədim. Çünki heyifdir, əziyyət çəkmişəm deyə silmədim. İndi isə keçirəm bu aldıqlarımı yerləşdirməyə. Kabablıq firmasının sertifikasını almışam. Nədənsə kabablığı son zamanlar sevirik. Bu isə yoğurtdur. Mənim Araz marketdə aldığım sevimli yoğurtum. Adətən endirimdə olur. 1 manat neçə qəpiyə düşür. Dadı da çox qəşəngdir. Ona görə də onu aldım. Kalbasa filan barəsində məlumat vermirəm. Çünki 2 dəfədir ki, bunları yoxladı. Kəsimi almışam. Ərikli kəsimi. Ərikli kəsimi mən çox xoşlayıram. Amma ondan da yaxşı xoşladığım, bilmirəm görmüsünüz ya yox, şokoladlı kəsimi var. Onu qardaşım gəldi görmüşəm. Soruşacağam bir dəfə onu hansı marketdə alır. Yəni deyəsən Bravoda filan olur. Bu marketlərin heç birində o yoxdur. Əgər keçsəniz Bravoya filan şokoladlı kəsimi soruşun. O qədər dadlıdır ki, yəni bir oturuma mən o kəsimin hamısını yeyərəm. Yəni o dərəcədə çox xoşlayıram. Amma ki nədənsə buraların heç birində mən onu tapa bilmirəm. Daha sonra isə belə qabda olan şorlardan alırıq. O şorlar ki, desən Ivanovka şorudur. Bir dənə də pendir var. Elə gəlinimizə dünən deyirdi. O qədər dadlıdır ki, biz normalda həmişə 3 inək pendirinin Vesavoy olanından alırıq. Amma bu Ankor pendiridir. Bunu 2 dəfə o Ayxan marketdə gedəndə biz orada yoxlamışdıq. Mila idi, Ankor idi, bir də 3 inək idi. Üçünün də dadına baxmışdım. Odur budur bu Ankor pendirini mən o qədər xoşlayıram ki, yiyin özünüz görəcəksiniz ki, bildiyimiz 3 inək pendirindən belə dadlı olur Ankor pendirləri. Yəni mütləq sınayın. Böyük kakao bitmişdi. Balaca kakao aldım. İç qabın dibində qaldı, düzdür. Amma yenə də istifadə eləsəm əlimə atanda olsun deyə kakao artıq az qalmışdı. Ya bilmirəm, bitir. Biraz qalıb içərisində. Ona görə də kakaonu aldım. O qədər istəyirəm ki, həyatımızdan ümumiyyətcə şəkəri çıxardım, amma alınmır ki, alınmır. Düzdür, uzun zamandır ki, mən kofeni şəkərsiz içirəm. Çünki şəkər deyib keçməyin. Təkcə şəkər deyim ki, kökəltmək filan, orqanları məhv eləmək, enerjini məhv eləmək, hamısı qoyun bir kənar. Gözü belə, uşağın gözünü belə sıradan çıxardır. Şəkər xəstəliyinə salır. İstər-istəməz insanın iradəsini də qırırmış şəkər. Hansı ki, insanın pis vərdişlərinin yaranmağına belə şəkər o dərəcədə pis təsir eləyir. Yəni yol açır ki, insan pis vərdişlər qazansın. Ona görə də istəyirəm şəkəri tamamilə bitirim. Hər şokolad almadım. Kofeni şəkərsiz içsim, yenə də şirniyyat evdə bişirəndə görürsən ki, şəkər istifadə edirsən. Araz marketdə gördüm ki, bir qreçkalanı bir qreçka hədiyyə imiş. Ona görə də həmən dəqiqə götürdüm. Aldığım konfetləri artıq stolun üstünə qoymuşam. İndi onları göstərə bilməyəcəm, amma bunu göstərə bilərəm ki, özümə belə sorma konfet almışam. Bunu o qədər xoşlayıram. Bir də raçki, uşaqlığımızın raçkisi, amma dadı o deyildi. Bunu isə kim götürüb xəbərim yoxdur. Bu da ki, danışdığımız o şəkər tozu. İndi isə yumurtalara baxın. Kənddən almışıq yumurtaları. Gətirən olmur deyə alanda elə çox alırıq ki, istifadə eləyək. Onsuz da hər səhər yeyirik deyə bizdə tez bitir kənd yumurtası. Amma bayaq aldığım mağaza yumurtasını isə yalnız şirniyyat üçün, nəsə bişirmək üçün istifadə eləmişəm. Çünki yoldaşım deyir ki, o yumurtaya qarşı ümumiyyətcə həssasdır. Deyir ki, kənd yumurtası vurulanda iyi gəlir. Ona görə də kənd yumurtası ilə şirniyyat filan bişirmirəm. Ancaq mağaza yumurtası ilə eləyirəm. Son zamanlar salfetka bundan alıram. Bizim evdə salfetka elə bir ki, yemək içmək əvəzinə istifadə olunur. Çox istifadə olunur. Ona görə də hər dəfə bir 2-3 paçka alıram ki, gedir. Yəni onsuz da bir dəqiqədə yoxa çıxır. Bu Dav sabunu ən sevdiyim sabundur. Bunun iyini çox sevirəm. Ümumiyyətcə davların hamısının iyini çox sevirəm. Qızlar, siz yuyucu tozu hansından istifadə edirsiniz? Biz Ariel istifadə edirik, amma bəzi adamlar deyir ki, başqa paraşoklar ki var, onlar da yaxşıdır. Ariel yaxşı deyil deyən də var. Arieldən yaxşı yoxdur deyən də var. Ona görə siz hansından istifadə edirsiniz? Hansı yaxşı? Məsələn, paltarlarda ləkə qalmasın. Məndə rənglilərdə ləkə qalır. Ağları bildiyi ağlara persol almışam. Bu arada bundan danışmasam olmaz. Bunun qiyməti normalda normal Rexonalar 7-8 manatdır. Bunun qiyməti
bilmirəm 3 manat necə qəpiyə düşür. Amma iyisi çox gözəldir. Çox gözəl saxlayır. Yəni tövsiyə eləyirəm ki, elə ondan alasınız. Çox qəşəngdir. Deyirəm ki, belə 100 dəfə də adam istirahət eləyə, adam bütün günü yata. Bu iş bitirmişliyin verdiyi o rahatlığı heç nə vermir də. Bunları yığdım rahat, təmizlədim, üstünü də indi təmizləyirəm. Həqiqətən adama elə bir rahatlıq gəlir ki, işi bitirəndə heç bir istirahət həmən rahatlığın yerini vermir. Bir dənə işim qaldı, əlimdən tökülənləri toz soranlamaq, evi tərtəmiz toz soranlayım. Daha sonra isə bugün fikirləşirəm ki, yəni bütün işlərim bitdi. Bir dənə silmək qalacaq. Yəqin ki, bugün silməyəcəm. Çünki həm yoruldum, evdən çıx, evi gələndən sonra həm video çək. Video çəkmək özü adamı yorur. İstər-istəməz yerləşdir elə. Həm də bugün gedib hədiyyə də almışam. Bugün qardaşımın ad gününə, qardaşımın uşağının ad gününə də gedəcəyik axşam. Ona görə də bugün evləri silməyəcəm. Elə dərindən təmizləyim, toz soranlayım. Silməsəm də olar. Bu arada tozları da almışam. Tozları alanda video çəkməmişəm. Çünki rahat geyimdə, qəşəng tozların hamısını rahat geyimdə almışam. Şeyin otağımı bitirdim, nərdivan bitirdim. İndi yataq otağında dərindən. İndi sizə elə burada göstərmirəm. Bütün tumbuçkaları çəkmişəm. Hamısının altına qədər dərindən toz soranlamışam ki, bir dənə də olsun toz qalmasın. Bu hətta kravatın altına qədər toz soranlamışam, amma biləsiniz. Sonra deməyin ki, bax evi silməmişəm. Deməyin ki, qız evi də silmədi. Bilin ki, bu evi mən toz soranlamışam elə dərindən. Həm də ki, bu şkafların altına toz soranlayanda adam bilmədiyi şeydən narahat olur. Ay şkafımın altı necədir? Ay şkafın içərisi necədir? Amma hamısını ki, görəndə ki, sən oranı toz soranladın. Qəşəng tozları getdi. Altı gül kimidir. Elə bilirsən ki, beynin rahatdır da. Elə bilirsən ki, beyninin içərisini təmizlədin. Adama bir rahatlıq gəlir ki, inarsız çəkdim onu, arxasında püfə falan da yığılmışdı. Hamısını təmizlədim. Elə bir rahatlıq gəldi ki mənə. Elə bilirsən ki, həqiqətən təmiz hiss edirsən. Bir də bu, bilmirəm, pəncərəmizdən vurur yəqin. Bu şkafların ağzı, hansı ki dolabı açırsan, onun ağzı o qədər toz olur ki, bunu hər toz soranlayanda uraları toz soranlamasan və bütöv paltarlar toz içərisində olur. O dərəcə özü də açıq da saxlamıram ha oranı. Nədənsə yəni ağdır deyə görürəm ki, bütün tozlar orada olur. Elə ürəklə danışdım ki, bilirəm ki, kimin ki motivasiyası yox idi ev təmizləməyə. Çünki heç kim deyə bilməz mən hər gün ürəklə belə evi təmizləyirəm. Hər gün səhər açılsın ev təmizləyim deyə belə həvəslə gözləyirəm. Belə olur ki, bizim motivasiyamız olmur. Hər gün adam nə qədər eyni işi görər. İndi bu söhbətdən sonra bilirəm ki, ya istəyəcəksiniz ki, durasınız qəşəng evləri dərindən təmizləyəsiniz. Elə həvəslə danışdım ki, belə toz soran, belə təmizləmək. Burada özüm bilə-bilə silmədim ki, bu tripodun ayağına baxasınız. Mənim günümə bax da hara gedirəmsə, özümlə toz soranla bir yerdə tripodla daşıyıram. İndi sizə divanımızın altını çəkəcəm. Görün divanın altı nə haldadır. Divanın altında deməli damaşnik var, alman var, sonra top var. Yəni oğlan uşağı ilə bir yerdə yaşayırsınızsa, mümkün deyil ki, bu şeylər olmaz. Hansı sıra düşürsən, özdə ancaq qonaq otağında oturur, orada yeyir, içir, orada multfilmə baxır deyə. Maşallah olsun, bütün bu divanın altından hər şey çıxa bilər. Sürpriz, bir ədəddə belə yodalyan çıxdı. Əslində qardaşım üçün çəkmişdim. Ona dedim ki, fikir olsun deyə. Əslində belə yarpaqlar yerə tökülür deyə. Gördüm küçədə gedərkən belə bir şey eləyiblər. Setka eləyiblər şelin altına. Dedim anam gələdi, göstərim onlar həyətlərini eləsin. İndi göstərdim, anam da dedi ki, yaxşı, bəs üzümü necə yığacaqlar? Hə, orada sakitcə dayandım. Bugün çox yorulmuşdum deyə yoldaşım dedi ki, gedim lahmacun alım, gəlim yeyək. Yəni özün yemək bişirmə. Hə, mənim üçün də çox yaxşı oldu. Təbii ki, yox demədim. Hə, çox dadlı idi. Mən pendirli lahmacun xoşlayıram. Çünki çox iş görmüşdüm, bir də yeməyə də vaxt ayırmadım. Qızlar deyir ki, sən özün yemək bişirmirsən, yoldaşın bişirir ancaq. Təbii ki, bütün günü yeməkləri mən bişirirəm. Sadəcə biz belə zövqlə yemək yemək istəyəndə mən yoldaşım qədər qəşəng bişirə bilmirəm. O çox həvəslə bişirir deyə belə zövqlə yemək bişirmək istəyəndə və shorts videosu çəkmək istəyəndə onda mənim yoldaşım bişirir. Yoxsa normalda təbii ki, o işdən gələndə və yaxud günorta Hüseynə filan mən bişirirəm yeməyi. Qardaşım uşağın maşınları çox xoşdur. Ona görə də belə bir maşın aldım. Mən belə retro maşınları sevirəm. 07-dir aldığım maşın. Mən bir dənə qırmızı bantik götürdüm. Bu formada belə bağladım ki, qəşəng görsənsiniz. Arxada gördüyünüz balaca maşınlarda. Qardaşım uşağı çox xoşdur. Balaca maşınlarla oynasın. Hələ bundan da çox alacaqdım. Sonra yoldaşım dedi ki, yox, böyük maşın al yerinə. Yoxsa məndən olsa bir 30 dənə balaca maşın alardım, aparardım. İndi onları isə fikrimiz var ki, yoldaşımın cibinə qoyaq, uşaq özü götürsün. Burada istəyirəm ki, videonu sonlandırım. Daha sonra isə videoya baxarsınız. Sondakı videoya sağ olun. Gələn videolarda görüşmək üzrə. Allah'a əmanət olun. İndi gəl firəmin cibinə gir. Gel buraya. Gel buraya. Cizim ben. Göz cibinde ne Göz var? cibində nə var? Cibinə var. Göz oraları. Gör ne var orada. Nerede olar? Götür al. Bakın. Oo. Baba Şamil yenə Gel var. bizim Yenə. daha. Bir yana dilde. Şamil.
Ya bu tərəfdə də var. Gel bura. Ben onları saklayayım. Git bura. Kızım ben de bak. Oo, o var nerede? Neyse kalmadı. Ha.